Aktual mevzular. Obyektiv bakış. Dünya bugün. En yeni tarih. Günün nebzi. Hər vaxtınız xeyir olsun, hörmətli Azərbaycan Radiosunun dinləyiciləri, günün nəbzi veriliş efirdədir. Studiyada Jalə Əsgərovadır. Bəli, bütün dünyanın diqqətini özünə cəlb edən Ümumdünya Şəhərsalma Forumu artıq başa çatdı. WUF 13 çərçivəsində intensiv müzakirələrin, qlobal ideyaların və şəhərlərin gələcəyinə dair strateji baxışların yekununa şahidlik etdik. Dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələri, şəhər rəhbərləri, ekspertlər, memarlar, investorlar və vətəndaş cəmiyyəti nümayəndələri burada bir araya gələrək gələcəyin şəhərlərinin necə olmalı olduğu barədə ortaq baxışlar ortaya qoydular və bu forum və nəzərə alsaq ki 52 mindən çox nümayəndənin iştirak etdiyi forum bir daha onu göstərdi ki, şəhərlər artıq yalnız coğrafi məkan deyil, onlar iqtisadi dayanıqlığın, sosial əlçatanlığın, texnoloji transformasiyaların və iqlim məsuliyyətinin əsas mərkəzidir və bütün bunlar onu deməyə əsas verirdi ki, artıq Azərbaycan nəinki regional, qlobal səviyyədə söz sahibinə çevrilib. Bəli, hörmətli tamaşaçılar, WUF 13-ün nəticələrini müzakirə edəcək. Bugünkü qonağımız Milli Məclisin deputatı Sevil xanım Mikayılovadır. Xoş gördük Sevil xanım sizi. Xoş gördük Jalə xanım. Təşəkkürümüzü bildiririk. Dəvətimizi qəbul edib studiyamızda qonaq olduğunuz üçün. Sevil xanım, nəzərə alsaq ki, nümayəndələrin sayı rekord həddədir. Hətta nəzərdə tutulandan qat-qat çox və ümumiyyətlə platformanın gedişatında verilən qərarlar, ortaya qoyulan ideyalar əvvəlki WUF sessiyalarından nə ilə fərqləndiyini deməyə əsas verir, hansı nəticələrlə yadda qaldı? Həqiqətən də çox möhtəşəm bir tədbir keçdi və biz 17-sindən 22-sinə qədər keçən bu günlər ərzində demək olar ki, hər gün bir yeniliyin, ümumilikdə forumun həm gündəliyinə salınmış məsələlər, həm burada müzakirələrin predmetinə çevrilmiş müəyyən mövzular var idi ki, onlar həqiqətən də çox böyük maraq yaradırdılar. Və biz düşünürük ki, Azərbaycanın təcrübəsi, biz uzun illərdir ki, məhz beynəlxalq tədbirlərin keçirilməsi üçün çox önəmli bir platformaya çevirməyi bacarmışıq Bakımızı və burada keçirilən tədbirlərdə bir qayda olaraq hər zaman sadəcə olaraq qətnamələrin qəbul olunması, hansısa sənədlərin səsləndirilməsi, yəni biz bu nöqtədə dayanmamışıq və biz daha çox müzakirələrdə praktik həllərə üstünlük verdiyimizi hər zaman ortaya qoymuşuq. Düşünürəm ki, WUF 13-ü, yəni Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını digər sessiyalardan fərqləndirən ən əsas amil də məhz praktik cinaha daha çox köklənməsi idi. Və biz burada artıq mövzuların nə qədər aktual olduğunu söylədik, amma demək istəyirəm ki, Azərbaycanın özünün təcrübəsini ortaya qoyması və məhz öz təcrübəsindən çıxış edərək məsələlərə yanaşma sərgiləməsi də çox önəmli bir məsələ idi. Yeni şəhər salmaq, yeni şəhər yaratmaq, müasir çağırışları nəzərə almaq, yəni bütün bunları bəli, müxtəlif platformalarda biz bu və digər şəkildə müzakirə olunduğunu görürük. Amma biz qonaqlarımıza real təqdimatlarda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi yeni şəhər modellərini təqdim etdik. Bu nədə özünü göstərir? Biz bugün əgər baxsaq, bəli, yeni şəhər yaradıcılığı müxtəlif kontekstlərdə baş verə bilər. Bu, belə deyək, hələ məskunlaşmamış ərazilərin məskunlaşması, yəni burada da yeni şəhərlər qurula bilər və yaxud da ki, köhnə şəhərlərin dirçəldilməsi, buraya yeni innovativ yanaşmaların tətbiq olunması. Amma mən düşünürəm ki, ən çox bəlkə də maraq doğuran müəyyən təbiət kataklizmləri nəticəsində dağıntılara məruz qalmış şəhərlər, eyni zamanda konfliktlər, qanlı münaqişələr, müharibələrin özlərindən sonra buraxdıqları acınacaqlı vəziyyət və bu anlamda şəhərsalma prinsiplərini necə həyata keçirmək lazımdır deyən bir sual. Və biz işğaldan azad olunmuş ərazilərimizdə əslində xatirinizdədirsə 20-ci ildə çox acınacaqlı bir səhnə ilə üz-üzə qaldıq. Biz yəni 30 il bu torpaqlara həsrət qalmışdıq və düşünürdük ki, qoyub getdiyimiz kimi, yəni biz ən azı bu formada rastlaşacağıq buradakı real vəziyyətlə
Amma tamamilə fərqli bir səhnə açıldı. Biz bu torpaqlara getdikdə, bu torpaqlara yenidən qayıtdıqda, burada ümumilikdə insan izlərinin silinməsi, burada artıq söhbət həm bir ərazinin mədəni, tarixi abidələrinin yer üzündən silinməsindən söhbət gedirdi ki, bu özü də əslində kultisitdir. Yəni bir xalqın mədəniyyətinə qarşı yönəlmiş bir cinayət idi. Bu məsələnin bir tərəfi idi və ikinci tərəf biz burada ekositlə rastlaşdıq. Təbiətin özünə dəymiş ziyan, həm çaylar, həm meşə massivləri, həm havanın çirkləndirilməsi, suların çirkləndirilməsi, ümumilikdə təbiətə müdaxilələr, buradakı bizim sərvətlərimizin, təbii ehtiyatlarımızın talanması, yəni onların da standartlar var əlbəttə ki, bu cür təbiətin bəxş etdiyi nemətlərə də kifayət qədər diqqətli və məsuliyyətli yanaşmaq lazımdır. Amma bildiyiniz kimi işğalçılar o zaman, o dönəmdə bütün qaydaları və konvensiyaları pozaraq bu ərazilərdə sözün bütün anlamlarında söylədiyimiz o fəlakətli cinayətləri həyata keçirmişlər. Və rastlaşdığımız bu səhnə azmış kimi, yəni burada insanların izi kəsilibdir, infrastruktur yoxdur. Yəni bütün bunları biz əgər hələ bir belə deyək ki, tərəfə yığsaq, biz eyni zamanda fərqlilik ondaydı ki, insanların bura qayıdıb yaşaması üçün də müharibənin nəticələrini unutturmaq lazım idi. Yəni onlar axı bu şəhərdən çıxanda tamamilə fərqli. Yəni mən Xocalının adını çəkmək istəyirəm ki, burada soyqırım aktı baş vermişdi. Yəni gördüyünüz kimi bu çox elementli bir prosesdir. Ümumilikdə şəhər salma və buna sadəcə olaraq daşı daş üstünə qoyub ev tikmək prosesi kimi baxmaq lazım deyil. Və Azərbaycan addım-addım mərhələli şəkildə dövlət proqramı qəbul edərək burada bərpa quruculuq işlərini həyata keçirdi. Və gördüyünüz kimi birinci biz əlbəttə ki, mədəni abidələrimizin bərpa olunmasını həyata keçirdik. Biz burada xüsusi olaraq qeyd etməliyik ki, Heydər Əliyev Fondunun misilsiz əməyi var idi. İlk növbədə milli ruhun, milli mədəniyyətin, milli kimliyimizin qorunması üçün məhz bu tarixi abidələrin, dini abidələrin bərpa olunması ön sırada gedirdi və o zaman Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında bu ərazilərdə həqiqətən də çox böyük işlər görüldü və bilirsinizmi, bu abidələrin bərpası bəlkə də ən çətinidir. Niyə görə? Qafqazın Kirosimasından burada söhbət gedirdi. Təbii, siz, bəli. Təbii. Müqayisəni təhlil apardınız, bəli. Təsəvvür edin ki, insanlar qayıdır bu əraziyə. Axı uşaq olanda buranı tamamilə fərqli yadında saxlamışdı. Və təbiət əlbəttə ki, nemətləri birdir, insanın sonra qazandığı nemət birdir. Amma düşünürəm ki, milli, dini, tarixi abidələr və milli mənəviyyat bu tamamilə başqa bir məsələdir. Və ona görə də məhz bu cür mənəvi dəyərlərə qayıdış və bu qayıdışı da ləyaqətli şəkildə həyata keçirmək çox böyük məsuliyyət idi. Və Heydər Əliyev Fondu tərəfindən ilk növbədə bu işlərin icrasına başlanırdı. Yadınızdadırsa məscidləri biz yenidən bərpa etdik və biz burada ümumilikdə həm də bütün dünyaya bir tolerant mövqe sərgilədik ki, bu abidələri biz bərpa edərkən burada heç də hansısa dini ayrı seçkilik məsələsini önə çəkməmişdik. Yəni biz məscidlərimizi də bərpa etdik, eyni zamanda xristian kilsələrini də bərpa etdik. Niyə? Çünki bu bizimkidir, bu bizim tarixi mədəniyyətimizdir. Və ikinci məsələ ekoloji fəsadlarla bağlı idi. Biz əgər xatirinizdədirsə Sərsəng su hövzəsi ilə bağlı işğalçıların apardıqları cinayət və müəyyən çayların həm istiqamətinin dəyişdirilməsi, eyni zamanda çirkləndirilməsi, xüsusi Kür çayını biz burada qeyd etməliyik ki, Kür çayına qarşı xüsusi bir ekoloji cinayət törədilmişdi. Burada artıq toksik maddələrin su hövzəsinə ötürülməsindən söhbət gedirdi. Yəni biz buna qarşı da mübarizə apardıq. Meşə massivlərinin yenidən bərpası bu gün də bizdə gündəlikdə duran məsələlərdən biridir. Və bizim təqdim etdiyimiz digər bir model isə ağıllı kəndlərin yaradılması idi. Əsas diqqət çəkən məqam. Bəli. Yəni bilirsiniz bu artıq həm bir xalqın, dövlətin intellektual səviyyəsinin göstəricisidir, amma eyni zamanda gələcək nəsillərin inkişafına da bir məsuliyyətli yanaşmadır. Qurub yaratmaq mədəniyyətinin nümayişidir. Təbii. Bəli.
Və cənab prezident İlham Əliyev istər açılış mərasimində, istərsə də bu forum çərçivəsində Euronews telekanalına verdiyi mesajlarda da, müsahibəsində də dünyaya çatdıracağı mesajlar oldu. Bax, bu mesajlardan hansı nəticələri çıxartdılar iştirakçılar? Ümumiyyətlə dünyaya hansı fikirləri biz çatdıra bildik? Bəli, belə tədbirlər ümumilikdə hər zaman vacib mesajların çatdırılması üçün də çox uyğun bir platformadır və düşünürəm ki, cənab prezidentin açılış nitqində kifayət qədər maraqlı, vacib, dünyanı düşündürən, yəni çox uzun bir nitq deyildi, amma kifayət qədər məzmunluydu və cənab prezidentin çağırışı da ondan ibarət idi ki, biz çox primitiv bir müzakirələrə baş vurmalıyıq və şəhər yaradıcılığında hər şeyin nəzərə alınması, təhlükəsiz dünyanın qurulması, insana xidmət, ümumilikdə insanların maraqlarının nəzərə alınması. Yəni bütün bunlar çox vacib məsələlərdir və biz öz təcrübəmizdən çıxış edərək söyləyirik ki, biz uzun illər böyük bir ədalətsizliklə üz-üzə qalmışdıq və biz öz hesabımıza, öz gücümüzə bu işlərin hamısını həyata keçirdik və Azərbaycan bərpa quruculuq işlərini aparanda bizim şəhərlərimizin, kəndlərimizin bərpasına bizə heç bir beynəlxalq təşkilat kömək etmədi. Yəni biz təbii ki, istəməzdik digər ölkələrlə, dövlətlərlə hansısa bir müqayisələr və yaxud paralellər, perpendikulyarlar aparmaq, amma nə üçünsə məsələn Ermənistana qaçqınların yerləşdirilməsi üçün, yəni əslində onlar Ermənistan vətəndaşları idilər. Sadəcə olaraq qeyri-qanuni şəkildə Azərbaycan ərazisində yerləşmişdilər və bu şəxsləri biz yenidən öz ərazilərinə qayıtdıqdan sonra onlara qarşı nə qədər böyük diqqətin göstərildiyi, xüsusən Avropa Birliyi tərəfindən, elə bəzi qərb dövlətləri tərəfindən gördük. Amma nə üçünsə 30 il haqqı hüququ pozulmuş, qaçqın və məcburi köçkün həyatına məhkum edilmiş, elementar insan hüquqlarını pozulması ilə qarşılaşmış şəxslərlə bağlı isə, yəni biz bir addımın atılmasını da görmədik. Bəli, dünyada ədalətsizlik var, biz bunu danmırıq, amma bunu bu şəkildə ortaya qoymağın özü də təbii ki, acınacaqlı bir vəziyyət idi. Amma Azərbaycanın cavabı və Azərbaycanın həlli nədən ibarətdir? Biz kimdənsə küsmək, kimdənsə ədavət aparmaq, yəni biz bunu hədəfləmirik və bizim gələcəyə baxışımız tamamilə fərqlidir. Biz bütün dünyaya, cənab prezident də bunu qeyd etdi ki, biz bütün dünyaya qurub yaradan xalq olduğumuzu göstərdik. Bəli, biz mübarizik, torpaqlarımızı azad etmişdik, döyüşkən xalqıq. Bu tamamilə fərqlidir. Amma biz eyni zamanda bu torpaqlara qayıdışımızın da mənalı olmasını, ləyaqətli olmasını təmin eləyə bildik. Və bugün bütün dünyada gedən enerji böhranı, ümumilikdə biz əgər baxsaq dünyanın siyasi xəritəsində yenə də qalmaqdadır. Təbii, bütün sahələrdə, bəli. Təbii, onlar çox yüksəkdir və biz isə sanki gələcəkdə baş verə biləcək problemlərə qarşı və yaxud indi baş vermiş problemlərin gələcəkdə yarada biləcəkləri fəsadların qarşısını almaq üçün indidən addımlar atırıq. Və ona görə də biz yaşıl şəhərlərin salınması, yaşıl iqtisadiyyatın yaradılması, yaşıl enerjinin istehsal edilməsi, yəni bu istiqamətə tam şəkildə köklənmişik və Azərbaycan hazırda Avropa məkanına məhz yaşıl enerjinin, alternativ mənbələrdən istehsal olunan enerjinin ötürülməsi ilə bağlı çox mükəmməl bir iş aparır. Və biz əgər yenə də yəni müqayisəsiz keçinmək olmur, amma müqayisə aparsaq çox aydın şəkildə görə bilərik ki, bugün bir sıra tezislərlə çox uğurla çıxış eləyən, yəni dırnaqarası belə demək mümkünsə, hər zaman özünü novator hesab eləyən, driver hesab eləyən hansısa bir sahələrdə o ölkələr bugün nə üçünsə məhz yaşıl iqtisadiyyat sahəsində Azərbaycanın qazandığı qədər uğur qazana bilməyiblər. Baxmayaraq ki, cənab prezident bunu dəfələrlə qeyd edib, bizim buna heç o qədər də ehtiyacımız yoxdur. Biz neft, qaz istehsal edən ölkəyik və mən burada xüsusilə diqqətinizi cəlb etmək istəyirəm. Azərbaycana qarşı skeptik münasibət göstərib, bizim ehtiyatlarımızın azlığı, Azərbaycanın bu yaxınlarda çox böyük bir problemlə üz-üzə qalacağı və s. kimi bu cür belə deyək yanlış
yumşaq desək fikirlər səsləndirən qüvvələrə də bir xoş müjdə səsləndirdi cənab prezident. Yəqin ki, onlar üçün xoş deyil. Amma söyləməli ki, Azərbaycanda yeni artıq qaz yataqlarının kəşf olması və yeni qaz yatağından istehsal olunacaq, yanacağın Avropaya ötürülməsi. Yəni bu özü də düşünürəm ki, həm bizə dost olmayan həmin o düşüncələrə bir tutarlı cavab idi, amma eyni zamanda biz bunu Ümumdünya Şəhərsalma Forumunda bugün ehtiyacı olan Azərbaycanın təchizatını gözləyən dostlarımız var ki, bugün biz onlara da xoş müjdəni məhz Bakıdan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasından ünvanladıq və gələcəkə baxışlarımız çox mükəmməldir. Biz ümumilikdə ərazilərimizin infrastrukturunu yenilədikcə, biz siyasi proseslərdə heç bir maraq axtarmadan sadəcə olaraq təhlükəsiz dünya naminə çalışdıqca bizim səsimiz də daha çox eşidilir və bu mənada Ümumdünya Şəhərsalma Forumunun nəticələri də düşünürəm ki, kifayət qədər effektiv olmalıdır. Yəni Sevil xanım, düşünürsünüz ki, Azərbaycanın beynəlxalq nüfuzuna da dividendləri oldu bu platformanın? Təbii. Təsir rıçaqları hansı formatda yadda qaldı? Ümumilikdə bugün, yəni biz pafosdan uzaq, reallığa əsaslanaraq bunu bütün məsuliyyətimizlə söyləməliyik ki, Azərbaycan dövləti və xüsusilə də Azərbaycan prezidenti bütün dünyada güclü dövlət və güclü lider kimi tanınır və məhz bu cürdə qəbul olunur. Və bu bilirsinizmi, sadəcə olaraq bir ifadə olaraq keçmir. Bunu Azərbaycan daxilində söyləmirlər. Bunu Avropa məkanında söyləyirlər, bunu Yaxın Şərqdə söyləyirlər, bunu Mərkəzi Asiyada söyləyirlər. Bunu daha uzaq coğrafiyalardan biz eşidirik, Birləşmiş Ştatlardan eşidirik. Yəni bütün bunlar əslində uzun illər apardığımız o quruculuq işlərinin məntiqi nəticəsidir. Və güclü dövlət necə olmaq olar əslində? Bugün bizə gəlib Cənubi Qafqazda ölkələrə baxsaq, yəni ən çox nəinki Cənubi Qafqazda bizə hətta bunu yəni açıq şəkildə söyləyirlər ki, keçmiş Sovetlər məkanındakı ölkələri müqayisə etdik. Azərbaycan ən müasir ölkə kimi yəni tanınır. Amma bugün Azərbaycan öz neft-qaz aktivlərini sözün bütün anlamlarında bir təhlükəsizlik aktivinə çevirə bilibdir. Və bu kimisə qorxutmaq, yəni mən bunu belə sadə dildə söyləmək istəyirəm ki, anlaşıqlı olsun. Biz kiminləsə belə deyim, maraqlar kəsişməsi üzərindən çıxış etməmişik. Biz sadəcə olaraq yanaşmamızda hər zaman vicdanlı bir mövqe tutmuşuq. Azərbaycan üçün bazar lazımdırmı? Lazımdır. Bəli, biz bunu bir mənalı söyləyirik. Azərbaycan infrastruktur layihələrini, yəni transmilli nəqliyyat layihələrini həyata keçirməkdə maraqlıdırmı? Təbii ki, maraqlıdır. Cənab prezident öz müsahibəsində açıq bunu qeyd etdi ki, bizə premium bazarlar lazımdır, amma Avropanın da Azərbaycanın potensialına ehtiyacı var. Əlbəttə ki, yəni bu qarşılıqlıdır. Ehtiyaclar qarşılıqlı maraqlar üzərində qurulur. Amma biz baxsaq ki, digər ölkələrdə var ki, onların da premium bazarlara ehtiyacı var və yaxud da ki, elə premium bazardakıların da onların istehsal etdikləri və istehlak etdikləri yanacağa ehtiyacları var. Amma nə üçünsə biz bu bağların müəyyən ölkələr və münasibətlərdə qırıldığını görürük və bəzi hallarda isə bu daha kəskin bir vəziyyət alır, acınacaqlı, fəsadlı və faciəvi olur. Amma Azərbaycan dövləti ilk gündən öz enerji siyasətinin, neft-qaz strategiyasını elə bir formada qurub ki, biz artıq heç kimdən asılı olmayan, bu çox vacib bir məsələdir. Siyasi konjunkturaya uymayan və bu və digər şəkildə təzyiq altında qala bilməyəcək yollar formalaşdırıbdır. Biz indi bugün Zəngəzur dəhlizinin açılmasından danışırıq. Baxın, biz 2020-ci ildə Zəngəzur dəhlizi söylədikdə elə hər tərəfdən bizə çox böyük hücumlar gəlirdi. Bəziləri çox maraqlı idilər ki, bunu ərazi iddiası kimi dəyərləndirsinlər. Bəziləri bunu Azərbaycanın tələbi kimi dəyərləndirirlər və s. Yəni bunu hansısa bir don geyindirib beynəlxalq ictimaiyyətə çatdırmaq istəyənlər var idi. Amma baxın 2025-ci ildə nə baş verdi? Avqustda artıq Azərbaycan prezidenti dəvət olunur Birləşmiş Ştatlara, Vaşinqtona və elə onun huzurunda, onun iştirakı ilə sənəd imzalanır. Dünyanın ən böyük gücünün.
Bəli, və bu dünyanın özünü belə deyək, real güc hesab etdik və həqiqətən də nəhəng ölkəsi olan, güclü ölkəsi olan, fövqəl ölkəsi olan Birləşmiş Ştatlarda baş verir. Yəni bu adi sıradan olan bir hadisədirmi, təsadüfdürmü və yaxud da ki hansısa bir belə deyək vəziyyətdən doğan, yox, biz bunu belə dəyərləndirmirik. Bu əslində yenə də Azərbaycan dövlətinin siyasətinin və Azərbaycan prezidentinin iradəsinin təntənəsidir. Və biz əslində nə qazanacağıq bu layihəni irəliyə aparmaqla? Bəli, bizim ilk amalımız, məqsədimiz, biz Azərbaycanın Naxçıvan ərazisi ilə bağlantısını ilk növbədə təmin edəcəyik. Bu bizə çox lazımdır. Çünki vaxtında, zamanında bizə də təzyiq göstərmək istəyən digər ölkələr olublar, sırf Naxçıvanın təchizatı ilə bağlı. Amma biz düşünürük ki, biz öz hüququmuzu, haqqımızı bərpa etdikdən sonra biz Zəngəzur dəhlizini açırıq və necə ki olmalı idi, elə də olur. Yəni biz ərazi iddiası irəli sürməyib, bəli, biz fərqindəyik ki, bu ərazilər Azərbaycanın tarixi əraziləridir. Amma bugün biz real siyasətdən çıxış eləyirik və BMT-nin uyğun nizamnaməsi var. BMT-yə daxil olan ölkələrin də sərhədləri var. Ona görə də biz sırf beynəlxalq aləmin qəbul etdiyi prinsiplərə hörmət və rəğbət göstərərək, əlbəttə ki biz ayrı yad hansısa tələblərindən çıxış etmirik. Amma düşünürük ki, bu bizim hüququmuzdur ki, Zəngəzurdan keçəcək həmin o yol Azərbaycanla Naxçıvanı birləşdirsin. Amma digər bir məsələ isə Azərbaycanın iqtisadi müstəqilliyi üçün yaradılan çox belə möhkəm təminatdır. Biz əgər baxsaq bugün təminat yolları həqiqətən də dəyişir. Ümumilikdə dünyanın nəqliyyat dəhlizlərinin xəritəsində də kifayət qədər güclü dəyişikliklər və bəlkə də güclü dəyişikliklər demir, radikal dəyişikliklər var. Çünki biz artıq istiqamətlərin tamamilə dəyişdiyini görürük. Amma Azərbaycan həm şimal-cənub, baxmayaraq ki bu özü kifayət qədər digərləri tərəfindən qəbul olunmayan bir istiqamətdir. Amma biz şimal-cənub istiqamətində də kifayət qədər uğurlar əldə etmişik. Xüsusilə İran, Azərbaycan və Rusiya istiqamətini inkişaf etdiririk və burada da uğurlarımız var. Eyni zamanda biz vacib olan şərq-qərb istiqamətinə də köklənmişik ki, burada Azərbaycan bu platforma çərçivəsində də elə ən çox Azərbaycanın cazibədarlığı da məhz şərq-qərb konnektivliyidir. Bəli. Və əlbəttə ki, biz Ümumdünya Şəhərsalma Forumundan danışırıqsa, bunun çərçivəsində verilən mesajlardan, ortaya qoyulan ideyalardan danışırıqsa, bugün şəhərlərin də elə tələbidir ki, nəqliyyat kommunikasiyalardan genişlənməsinə tam cavab verə bilsinlər və bugün Zəngəzur dəhlizinə təkcə Azərbaycanın deyil, təkcə regionun deyil, bütövlükdə İpək yolunun tərkib hissəsi kimi, orta dəhlizin tərkib hissəsi kimi dünyanın ehtiyacı vardır. Bəs Sevil xanım, süni intellekt və rəqəmsallaşmada bax bu VUF 13 hansı nəticələr ortaya qoya bildi, hansı ideyalar ortaya qoya bildi? Çünki bugün şəhərlərin ən çox tələb duyduğu sahələrdən biri də budur. İndi deyirlər ki, daha çox bunu Amerikalı strateqlər qeyd edir ki, artıq müharibələr enerji, neft uğrunda deyil, artıq rəqəmsallaşma, süni intellekt, yəni innovasiyalar uğrunda gedir bax bu müharibələr. Bu baxımdan mən 50-nin 50-yə dəyərləndirirəm açığı. Çünki enerji ehtiyatlarına olan ehtiyac daha da artacaqdır və enerji istehsal edən ölkələrin, yəni əgər burada digər yad təzyiqlər olmayacaqsa, düşünürəm ki, nüfuzu get-gedə artacaq, sırf iqtisadi münasibətlər baxımından mən söyləyirəm. O ki, qaldı texnologiyaların inkişaf etdirilməsinə və süni intellektin şəhərsalmada oynayacağı bundan sonraki rol, bu qaçılmaz həyatımızın bir hissəsidir. Və biz artıq tamamilə fərqli bir epoxaya transformasiya etmişik. Yəni biz bunu istəyərək getmişik, biz bunu bilərəkdən getmişik, bilməyərəkdən, amma özümüz də bilmədən, yəni biz artıq tamamilə fərqli bir fəzaya daxil oluruq, sırf elmi inkişaf baxımından. Və
bu inkişaf təbii ki, ölkələrdən, yəni buna qədər bəlkə də kimin nə qədər silahı var, kimin nə qədər neft-qaz ehtiyatı var, kimin nə qədər gücü çatır ki, öz ərzaq təminatını həyata keçirsin, su ehtiyatları, təbii ehtiyatlar və s. Bəlkə bununla yarışırdılarsa, indi artıq mən düşünürəm ki, məhz innovasiyalar, informasiya texnologiyalarının ən yeni, ən son nailiyyətlərini nə qədər əks edə biləcəklərsə, onu nəinki şəhər salmada, eyni zamanda həyatın digər istiqamətlərinə də mükəmməl şəkildə tətbiq edə biləcəklərsə, məhz həmin ölkələrdə sayılan, seçilən və daha belə deyək, nüfuzlu və təminatlı olacaqlar. Sırf bu baxımdan, bəli, biz şəhər salmada da, yəni biz Azərbaycan rəqabətə hazırdırmı? Biz bu istiqamətdə işləyirik. Yəni ağıllı şəhərlərin yaradılmasını da əslində irəliyə atılmış bir addım kimi dəyərləndirməliyik sırf texnoloji inkişaf baxımından. Amma eyni zamanda düşünürəm ki, burada görüləcək işlər də var və Azərbaycan dövləti, xatirinizəsə cənab prezidentin elə prezident seçildikdən sonra 2024-cü ildə xalqa müraciətində bu çox vacib bir xətt kimi keçirdi ki, məhz insan kapitalı. Bəli, süni intellektin inkişaf etdirilməsi üçün insan kapitalını bu istiqamətə yönəltmək lazımdır və ixtisaslı kadrların olması bu artıq dövlətin sərvəti kimi nəzərdən keçirilir. Və burada təbii ki, gənclik öz sözünü deyəcəkdir. Çünki belə deyək, yaşlı nəsil artıq bu texnologiyaları yiyələmək və tətbiq etmək üçün bəlkə də yəni uzaqlaşıb o dövrdən, amma gəncliyin isə əsas hədəfi düşünürəm ki, bu texnologiyaları yiyələnmək və innovativ yanaşma göstərərək yüksək intellekt təbii ki, burada söhbət bundan gedir və məhz yüksək intellektə sahiblənməklə bu cür texnologiyaları həyatın müxtəlif sahələrinə tətbiq etməkdir. Və Azərbaycan hazırda indi yeni iqtisadiyyatın modelini hazırlayır. Bu çox vacib bir məsələdir. Bu yaxınlarda sərəncam da imzalandı və birinci vitse-prezident Mehriban xanımın rəhbərliyi ilə səhv etmirəmsə rəqəmsallaşma bir adlı mərkəzin yaradılması, yəni bu da gələcək inkişafa hesablanan bir yeni model idi. Bir istiqamətdir, fərqli istiqamətdir, amma bilirsiniz, söylədiyimiz kimi dünənki müharibələr, onların aparılması texnikaları kifayət qədər köhnəlib və artıq onlar yeniləniblər. Yəni mən sizə əmin edirəm ki, yaxın zamanlarda elə NATO-da daxil olmaqla bir sıra ölkələr öz texnologiyalarında hərb texnikasının modernləşdirilməsi ilə bağlı qərarlar verəcək. Bu təkcə silah-sursat arsenalının yenilənməsi anlamına gəlmir. Burada görünür ki, biz bir zamanlar bunu filmlərdə görürdük, amma artıq yeni bir texnoloji yanaşmanın olmasının şahidi olacaq. Bu mənada geriyə qalmaq olmaz və düşünürəm ki, sizin söylədiyiniz komissiyanın yaradılması, mərkəzin yaradılması və birinci vitse-prezident Mehriban xanım Əliyeva rəhbərlik edir bildiyiniz kimi və bu sahə bizi ən çox həm də kiber hücumlardan qorunmaq üçün bir belə deyək, mərkəzi formalaşdıracaqdır ki, bugün bizim ən çox əziyyət, yəni düşünürəm bütün dövlətlər üçün ən çox çağırış yaradan məsələ. Bəli. Məsələn, bir misal olaraq söyləmək istəyirəm ki, New York şəhərində o shutdownun olması nə qədər böyük fəsadlar yaratdı. Yəni biz əslində bəli, texnoloji inkişafın çox vacib olduğunu, qaçılmaz olduğunu, həyati vacibliyini qeyd edirik, amma təbii ki, onun çatışmayan tərəfləri də var və yaxud da ki, sırf insanlara yönəlmiş fəsadları da var ki, onların da qarşısını alınmaq üçün dövlətlər tərəfindən xüsusi addımların atılmasına böyük ehtiyac vardır. Ona görə də geriyə qalmaq olmaz. Biz təhsil sahəsini inkişaf etdiririk, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində də biz belə bir institutun yaradılmasına nail olduq. Eyni zamanda Azərbaycan data bazasının yaradılmasına bağlı da beynəlxalq əməkdaşlığa başlayıbdır. Qanunvericilik bazasını yeniləyirik. Mütəmadi olaraq siz də düşünürəm ki, bununla bağlı həm mətbuatdan, xəbərlərdən görürsünüz. Eyni zamanda söyləmək lazımdır ki, biz artıq həyatda rastlaşdığımız problemlərə də praktik həllərin aparılmasına nail olduq. Bəli, şəhərlərin tələbləri də artıq yeni trendlərə cavab vermək tendensiyasını ortaya qoyur və əminik ki, elə VUF 13 Azərbaycanın ev sahibliyi etdiyi və təkcə ev sahibliyi
sahibi kimi deyil, həm də yeni təşəbbüsləri ortaya qoyan bir ölkə kimi kifayət qədər özünün potensialı ilə, özünün dividendləri ilə, töhfələri ilə yadda qaldı və əlbəttə ki, əminliklə deyə bilər ki, WUF 13 başa çatır, amma burada səslənən ideyalar və qurulan əməkdaşlıqlar gələcəyin şəhərlərində yaşamağa davam edəcək. Mən sizə minnətdarlığımı bildirirəm Sevil xanım, dəyərli, maraqlı fikirləriniz üçün və bizimlə bölüşdüyünüz üçün və bir daha xatırlatma etmək istərdim ki, Milli Məclisin deputatı Sevil Mikailova bugünkü qonağımız idi. Aparıcınız isə Jalə Əsgərova idi. Sağlıqla qalın. Günün nəbzi.